Salam dostlar. Bugünkü mövzumuz biraz fərqli olaraq dinimizlə bağlıdır. Bugün danışacağım mövzu demək olar ki, ömür boyu hər kəsin fərqli dəyərləndirdiyi və çox münaqişəli bir mövzudur. Günümüzdə bu mövzu insanları həyatları boyunca bir-birinə düşürüb. Mən axtarışlarım nəticəsində qarşıma çıxan bütün hər şeyi neytral bir şəkildə sizlərə danışacağım. Başlayaq. Sünni və Şiə məzhəbləri arasındakı əsas ayrılıq Peyğəmbər Məhəmməd sallallahu aleyhi və səlləmin vəfatından sonra onun yerinə kimin keçməli olduğu məsələsində yaranıb. Sünnilər Peyğəmbərin vəfatından sonra müsəlman icmasının liderinin seçki yolu ilə təyin olunmasını dəstəkləyirlər. Bu səbəbdən Əbu Bəkrin ilk xəlifə olmasını qəbul edirlər. Bu haqda bu mövzumuzda ətraflı danışacaq. Şiələr isə Peyğəmbərin yerinə keçəcək liderin Allah tərəfindən təyin olunmuş və Peyğəmbərin ailəsindən olması gərəkdiyini düşünürlər. Onlar Əli ibn Əbi Talibin Peyğəmbərin vəsiyyətinə əsasən birbaşa varisi olduğuna inanırlar. Həzrəti Fatimənin evinə edilən hücum və xəlifəlik dövründə olan mübahisələr. Bu mövzu İslam Peyğəmbəri Məhəmmədin qızı Fatimənin evinə edilən mübahisəli zorakı hücumuna aiddir. Bu hücum Məhəmmədin Hicri ilin 11-də 632-ci il qısa müddət sonra xələfi Əbu Bəkir tərəfindən təhrik edilmiş və başqa səhabə olan Ömərin rəhbərliyi ilə baş vermişdir. Hücumun məqsədi Fatimənin Əbu Bəkirə beyyət etməmiş əri Əlini həbs etmək idi. İddia edilir ki, onun basqın zamanı aldığı xəsarətlər bilavasitə gənc Fatimənin bətnində olan körpəsinin düşməsinə və atası Məhəmməddən 6 ay sonra vəfatına səbəb olmuşdur. Sünni İslam alimləri Fatimənin Məhəmmədin ölümündən sonra kədərdən öldüyünü və uşağının təbii səbəblərdən körpə ikən öldüyünü düşünür. Bununla bağlı bir sünni aliminin dedikləri diqqət çəkir. Şimdi Fatıma'nın ölümü, bu çok dikkat çekicidir. Bak Fatıma'nın ölümü. Fatıma ne zaman öldü? 6 ay sonra biliyoruz. 6 ay önce. Neden öldü? Kanser mi oldu? Ülser mi oldu? Tabii bilmiyoruz. Ne diye bilmiyorsunuz ki? Resulullah'ın naaşı ortada, daha cenazesi kaldırılmadan iktidar hırsına ve peşine düşen insanlar Resulullah'ın o biricik kızını hamile halinde Beni Sakife de kapısında dayak, değnek dövdüler, öldürdüler. Aman. Onun acısıyla, onun yarasıyla öldü. Öyle mi? Evet. Ama işte Fatıma işte şundan öldü. Öldüren de Halife Ömer'in adamı. Anladın mı? O döven de o. Ve tarihçiler Fatıma'nın öldüğü zaman hala o yediği dayağın yarası, beresi vardı, üzerindeydi diye nakil ederler. Bu normal, yani Şii tarihçiler falan değil yani. Evet. Bu tarihi belgeler. Ama Fatiha'nın eceli, Fatma'nın eceli böyleymiş, ölecekmiş. Resulullah bunu zaten biliyordu ya. Yani onu meşrulaştırmak Onu için bu meşrulaştırmak, olayı... o şeyini kırmak için böyle burada Fatıma. Allah Allah. Səqifə hadisəsi. 632-ci ildə Məhəmmədin ölümündən dərhal sonra Ənsarlar Bani Səidə qəbiləsinin səqifəsində toplandı. Ənənəvi məlumat budur ki, onlar öz aralarında müsəlman icması üçün yeni lider təyin etmək üçün görüşdülər. Madelunqa görə Məkkəli müsəlmanların bu görüşdə olmaması onu deməyə əsas verir ki, Ənsar Məhəmmədin ölümündən sonra mühacirlərin əsasən Məkkəyə qayıdacaqları inancı ilə öz şəhərləri Mədinəyə öz nəzarətlərini bərpa etmək üçün toplaşmışdılar. Məhəmmədin səhabələri olan Əbu Bəkir və Ömər görüşdən xəbərdar oldular və mühacirlərin yeganə nümayəndəsi olan Əbu Beydə ilə birlikdə oraya gəldilər. Ənsarın bir başçısı Ömər tərəfindən döyülərək tabe olunduğu qızğın iclasdan sonra Səqifəyə toplaşanlar Əbu Bəkiri icmanın yeni başçısı kimi qəbul etdilər. Səqifə hadisəsi Məhəmmədin onu dəfn etməyə hazırlaşan ailəsini və mühacirlərin əksəriyyətini istisna edirdi. Onlardan bəziləri Əbu Bəkirə qarşı çıxdılar və Sünni Əl-Bəlazuri xəbər verir ki, Bəni Haşim və onun bəzi səhabələri etiraz olaraq Fatimənin evinə toplaşdılar. Madelunqa görə onların arasında Məhəmmədin əmisi Abbas və onun səhabəsi Zübeyir də var idi. Etirazçılar o cümlədən Fatimə, əri Əlinin Məhəmmədin qanuna varisi olduğunu düşünürdü. Ehtimal ki, Məhəmmədin qədərxumda verdiyi elana istinad edilirdi. Əlinin bu mövqeyi Əbu Bəkirə və onun nümayəndələrinə izah etdiyi deyilir. Əli və Fatimənin də ənsarları evlərində ziyarət etdikləri
və onlardan dəstək üçün müraciət etdikləri deyilir. Səqifə görüşündən az sonra Əbu Bəkirin müttəfiqi Ömərə Əlinin beyətini təmin etməyi tapşırdığı bildirilir. Sünni Ət-Təbərinin nəql etdiyi kimi sonuncu silahlı dəstəni Əlinin evinə tərəf apardı və Əli və tərəfdarları Əbu Bəkirə beyət etməsələr, evi yandırmaqla hədələdi. Burada Ət-Təbəri Ömərin Allaha and olsun ki, ya beyət etməyə çıxırsınız, ya da evi yandıracağam deyə qışqırdığını yazmışdır. Həmin bu səhnə tezliklə böyüyərək zorakılığa çevrildi və Zübeyir silahsızlaşdırıldı və aparıldı. Əl-Təbərinin dediyinə görə Zübeyir evdən qılıncını çəkmiş halda çıxmışdı, lakin bir şeyə büdrədi və sonra hücuma məruz qaldı. Əhali Sünni Əl-İmamə və Siyasə və Proto-Şiə Əl-Yaqubi tərəfindən izah edildiyi kimi Fatimənin onlara yalvarmasından sonra Əlinin sözü beyyəti olmadan geri çəkildi. Baxmayaraq Sünni Ət-Təbərinin yazısında Fatimə yoxdur. Alternativ olaraq Əl-Bəlazuri Əlinin Ömərin hədəsindən dərhal sonra təslim olduğunu və Əbu Bəkirə beyət etdiyini bildirir. Bunun əksinə olaraq Səhih Buxari və Səhih Müslimdə nəql edirlər ki, Fatimənin vəfatından bir müddət sonra Əli Əbu Bəkirə beyət etdi. Sufi şərh edir ki, Ət-Təbəri və Əl-Bəlazurinin istinad etdiyi rəvayətlərdən başqa heç birində münaqişə zamanına qədər uzanan bir ötürmə zənciri yoxdur. Kitab Süleym ibn Qeys. Ola bilsin ki, Ömərin basqını haqqında şiələrin ən erkən və ən təfərrüatlı məlumatı Süleym ibn Qeysin kitabında rast gəlinir. Bu şiə hədis toplusunun Əlinin yaxın səhabəsi ola biləcək Süleymə aid edilməsi sünnilər tərəfindən çox vaxt rədd edilir. Digər tərəfdən bu barədə soruşanda 5-ci İmam Məhəmməd Əl-Baqir kitabın həqiqiliyini təsdiqlədiyi deyilir. Buna baxmayaraq şiə ilahiyyatçıları arasında bu kitabın etibarlığı haqqında heç bir fikir yoxdur. Hüseyn Müdərrisi mətni təhlil etdikdən sonra bu fikirdədir ki, mətnin özəyi qorunub saxlanılıb və Hicri 138-ci ildən əvvələ gedib çıxır. Halbuki kitabın bəzi hissələri daha yeni ola bilər. Məsələn, Əməvilərin süqutundan əvvəl şərqdən gələn qara bayraqların çıxması proqnozu yeni ola bilər. Eyni zamanda Xetya qeyd etdiyi kimi, anaxronizmin bu cür halları şiələr tərəfindən Peyğəmbər və şiə imamlarının məsumluqları kimi qiymətləndirilmişdir. Süleym ibn Qeysin kitabındakı səhifədən sonraki izahın çoxu tarixi mənbələrə bənzəyir. Lakin kitabda həm də səbirsiz Ömərin əlini ram etmək üçün Fatimənin evinə bir neçə uğursuz cəhddən sonra başçılıq etdiyi iddia edilən basqının açıq təfərrüatları var. Bu hədis həm Peyğəmbərin, həm də Əlinin yaxın səhabəsi olan Salmandan rəvayət edilmişdir. Son qarşıdurmada bu hesaba görə Fatimə izdihamın evə daxil olmasına imkan vermədi. Bundan sonra qəzəblənmiş Ömər Fatimənin ricasına məhəl qoymadı və qapını yandıraraq evə doğru irəlilədi. Fatimənin müqavimətinin ardından Ömərin qılıncla ona fiziki hücum etdiyi bildirilir. İzdiham tezliklə əlini ram etdi və onu sürüyərək uzaqlaşdırdı və Fatimənin qarşısını almaq istəyəndə onu yenidən vurdu. Hesabatda deyilir ki, Fatimə çox keçmədən vəfat edənədək bu basqının qansırlarını hələ də bədənində daşıyırdı. Sufilər qeyd edir ki, kitabın bir qədər fərqli variantında da Fatimənin körpəsinin düşməsini, başqa bir yığcam versiyada isə yalnız Ömərin hadisədəki yorulundan bəhs edilir. Bütün versiyalarda Əhl-i Beytin haqqında Əbu Bəkir və Ömərlə mübahisə edən Əli və ya Fatimədir. Kitab Əl-Kafi. Kitab Əl-Kafi Əl-Kuleyni tərəfindən tərtib edilmiş 12 imamçı hədisin toplusudur. Kitabda Fatiməni şəhidə kimi təsvir edən 7-ci İmam Musa Əl-Kazımın aid edilən bir hədisi var. Bu hədis məhsuldar və etibarlı ravi və əsas olaraq şiə sayılan Əli ibn Cəfər Əs-Sadiq adlı qardaşından rəvayət edilmişdir. Nəticədə bu ənənə 12 imamçı elmi dairələrində mötəbər və etibarlı hesab olunur. Kamil Əl-Ziyarət. Kamil Əl-Ziyarət görkəmli 12 imamçı rəvayətçisi Əl-Qummi tərəfindən tərtib edilmişdir. Kitabda 6-cı İmam Cəfər Əs-Sadiqə aid edilən hədisdə Peyğəmbərə mirazda ailəsinin müsəlmanların əli ilə zorakılıqla öldürülməsi barədə məlumat verilmişdir. Xəbərdə qızı Fatimə üçün onun evinə basqın zamanı aldığı xəsarətlər səbəbilə uşağını salması və ölümü qeyd olunur. Bu rəvayət Əs-Sadiqin məşhur səhabəsi və əsas şiələrdən olan Həmmad ibn Osmanın rəvayətində nəql edilmişdir. Nəticədə 12 imamçı hədis dairələrində bu hədis yenidən mötəbər hesab olunur. Bu əsərlərdən başqa bir çox mənbələr Fatimənin Möhsün adlı 5-ci övladının olduğunu qeyd edir. Baxmayaraq ki, sünni mənbələri onun körpəlikdə öldüyünü iddia edirlər.
Sünniliyə görə bu hadisənin təfərrüatları, zorakılıq iddiaları sünnilər tərəfindən qəti şəkildə rədd edilir. Onlar da Möhsünün təbii səbəblərdən körpə ikən öldüyünü iddia edirlər. Buna baxmayaraq bu iddialar sünni tarixi mənbələrində müəyyən dəstək tapmışdır. Əl-Cöfəri özünün Əl-Səqifə və Fədəh əsərində Ömər və adamlarının Fatimənin evini yandırmaqla hədələdiyinə dair bir rəvayət daxil edir. Sonra onun yalvarışına baxmayaraq evə daxil oldular və əlini və tərəfdarlarını evdən çıxarmağa məcbur etdilər. Əl-İmamə və Əl-Siyasə kitabında əvvəlki təsvirin qalan hissəsində əlinin zorla evindən çıxarılaraq Əbubəkrin hüzuruna gətirildiyi və orada təzyiq altında beyyət edildiyi bildirilir. Muaviyyənin Siffeyn döyüşündən əvvəl Əliyə yazdığı məktubda onun zorakılıqla həbs edilməsinə işarə etdiyi məlumdur. Kərbəla hadisəsi. Kərbəla döyüşü və Kərbəla hadisəsi Sünni və İslam məzhəblərinin bir-birindən ayrılmasının ən əsas səbəblərindən biridir. 10 oktyabr 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam Peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi 1-ci Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli ibn Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur. Münasibətlərin gərginləşməsi. Osman ibn Əffan 656-cı ildə öldürüldükdən sonra Əli ibn Əbu Talib xəlifə təyin olundu. Osman ibn Əffanın tərəfdarları bunu tələsik addım hesab edərək Əffanın qatilləri tapılmayana qədər Əli ibn Əbu Talibin xəlifəliyini qəbul etməyəcəklərini açıqladılar. Bununla da İslam dünyasında ilk fikir ayrılığının əsası qoyuldu. Xilafətdə iki böyük siyasi güc formalaşmışdı. Bir tərəfdə Əli ibn Əbu Talibin, digər tərəfdə isə Əməvilərin nümayəndələri bir-birlərinə qarşı mübarizə aparırdılar. Əli ibn Əbu Talib 661-ci ildə xaricilərdən olan Əbdülrəhman ibn Mülcəm Muradinin sui-qəsdi nəticəsində şəhid edildi. Oğlu İmam Həsən ibn Əli Müştəba xilafətdə 6 ay müddətində xəlifə qaldıqdan sonra daxili çəkmələr səbəbindən məcburi sülh yolu ilə hakimiyyəti xəlifələrin qatı düşmanı olan 1-ci Muaviyyəyə təhvil verməli oldu. 1-ci Muaviyyə hakimiyyətdə olduğu müddətdə Həsən ibn Əli ilə bağladığı sülhün şərtlərini pozaraq hakimiyyətdə olduğu müddətdə özündən sonra oğlu 1-ci Yezidin xəlifə təyin olması çalışırdı. Tərəfdarlarına özündən sonra oğluna itaət etmələri barədə göstərişlər verirdi. 680-ci ildə 1-ci Muaviyyənin vəfatından sonra 1-ci Yezid xəlifə təyin olundu. Vəziyyətin gərgin olduğu bu dövrlərdə İmam Hüseyin Küfə və Mədinə əhalisindən onu dəstəklədiklərini bildirən məktublar alırdı. Xalqın Hüseyni dəstəkləməsi və müxtəlif qəbilə başçılarından dəstək məktubları alması Yezidin şübhələrini daha da artırırdı. Bu məqsədlə 1-ci Yezid İmam Hüseynin yanına elçi göndərdi. Elçi Hüseynə 1-ci Yezidə tabi olmağı məsləhət görür, əvəzində isə rədd cavabı alır. Hüseynin 1-ci Yezid təklifini rədd etməsi tam düzgün addım kimi göstərilir. Daha sonra Hüseyin Mədinə şəhərindən Məkkə şəhərinə həcc ziyarətinə çıxır. 1-ci Yezid Küfə əhalisinin Hüseyni dəstəklədiyini bilirdi. 7-ci əsrdə Küfə şəhərində Şiə məzhəbindən olan müsəlmanlar yaşayırdı. Küfə yarana biləcək etiraz dalğasını öncədən yatırmaq və öz mövqeylərini gücləndirmək məqsədi ilə 1-ci Yezid Übeydillah ibn Ziyadı şəhər valisi təyin etdi. Digər bir addım ilə isə şəhərə tam silahlanmış ordu göndərdi. Küfə əhalisinin döyüşə hazır olduğunu görən Übeydillah bin Ziyad xalqın döyüşməkdənsə itaət etməyə dəvət etdi. 1-ci Yezid vali təyin etdiyi Übeydillah ibn Ziyadı 30 minlik qoşunla Hüseynin üzərinə göndərdi. Hüseynin tərəfdarlarının düşərgəsi xilafət qoşunu tərəfindən mühasirəyə alınmışdı. İlk öncə Übeydillah ibn Ziyad danışıqlara başlamağa əmr etdi. Hüseynin danışıqlar zamanı mühasirənin qaldırılmasını və ailəsinin İraqdan çıxmasına şərait yaradılmasını istədi. Ordu başçısı Ömər ibn Səd təkliflərini qəbul etdi və xəlifəliyə vəziyyətlə bağlı məlumat verdi. Təklif ibn Ziyadın xoşuna gəldi. Hüseynin ailəsinin və tərəfdarlarının İraqdan çıxarılması ilə Əməvilərin xəlifəliyinə olan təhlükə aradan qalxırdı. Ancaq Əməvilərdən olan və xilafətin idarə edilməsində böyük rola sahib olan Şimir ibn Zilcefşan, Behtari ibn Rabiya və Şeys ibn Rabiya bu təklifə qarşı çıxdılar.
Onlar Hüseynin bununla vaxt qazandığını, əgər İraqdan ayrılacağı halda daha böyük bir tərəfdarlarla onların üzərlərinə gələcəklərini bildirdilər. Məhərrəm ayının 7-ci günündə Ömər ibn Səd mühasirədə saxlanılan ərazinin daha da kiçildilməsinə və düşərgəyə gedən su yollarının kəsilməsinə göstəriş verdi. Məhərrəm ayının 9-cu günündə düşərgənin su ehtiyatı tamamilə düşəndi və susuzluq problemi yarandı. Hüseynin qarşısında iki yol vardı. Ya 1-ci Yezdin vahid hakimiyyətini qəbul etməli, ya da tərəfdarları ilə birlikdə şəhid olmalı idi. Hüseynin tərəfdarları ilə birlikdə səhərə qədər ibadət etmək üçün Ömər ibn Səddən bir gün daha vaxt istədi. Ömər ibn Səd əvvəlcə razılaşmasa da sonradan bir gecə vaxtı verdi. Hüseyn tərəfdarlarına təslim olmaq kimi bir fikrinin olmadığını və sonuna qədər döyüşəcəklərini bildirdi. Saylarının düşmənə görə çox az olması səbəbindən qalib gəlmələrinin mümkünsüz olduğunu bildiyi üçün tərəfdarlarına gecə ibadəti zamanı istəyənin qaçmaqda sərbəst olduğunu bildirdi. Ancaq heç bir tərəfdar qaçmadı və səhərə qədər ibadət etdilər. İbadətin səhəri günü Hüseynin tərəfdarlarından bir neçə nəfər xilafət ordusunun əsgərləri ilə söhbət etməyə başladılar. Onlar əsgərlərə eyni dindən olduqlarını və qardaş qanı tökülməsin deyə döyüşməmələrini istədilər. Hüseyn özü də əsgərlər qarşısında uzun çıxış etdi. Tarixi mənbələrdə göstərilir ki, bu çıxışın təsirindən xilafət ordusunun məşhur sərkərdəsi Hür imamın tərəfdarlarına qoşulmuşdu. Ömər ibn Səd Hürün qarşı tərəfə keçməsindən ehtiyatlandı. Danışıqların davam edəcəyi halda xilafət ordusunun bir çox sərkərdəsinin oxşar addımı atması ehtimal olunurdu. Bu səbəbdən danışıqlar yarımçıq dayandırıldı və Ömər ibn Səd ilk oxun atılmasının göstərişini verdi. Bununla da Kərbəla döyüşü başladı. Döyüş ilk əvvəl duel şəklində cərəyan edirdi. Hüseyn ilk öncə Təmim ibn Kahda ilə döyüşdü. Hüseyn qılıncla yaxşı döyüşürdü. Kahda'nın peşəkar döyüşçü olmasına baxmayaraq onu qılınc zərbəsi ilə öldürdü. Növbəti döyüş məşhur ərəb sərkərdəsi Zeyd Ebtahi ilə baş tutdu və onu da qılıncla öldürdü. Hüseynin tərəfdarlarından ilk olaraq Hür, Həbib ibn Məzahir döyüşmüşdür. Döyüşdə hər iki şəxs həlak oldu. Daha sonra tərəfdarları arasında döyüşmək gücündə olan hər bir kəs xilafət ordusuna qarşı sona qədər döyüşdü. Ölənlər arasında Hüseynin oğlu Ələkbər, qardaşı Həsənin oğlu Qasım və sancaqdarı Abbas ibn Əli vardı. Mənbələrdə xilafət ordusunun verdiyi itkilər haqqında müxtəlif fikirlər vardır. Dəqiq say bilinməsə də xilafətin də böyük itki verdiyi məlumdur. Döyüş zamanı qadın və uşaqlar düşərgədə olan çadırlarda döyüşün bitməsini gözləyirdilər. Hüseynin oğlu İmam Zeynələbdin xəstə olduğundan çadırda idi. Başqa bir oğlu Əli Əsgər isə 6 aylıq idi və xilafət ordusu düşərgəyə gələn su axınını kəsdiyindən susuzluqdan əziyyət çəkirdi. Hüseyn körpəsini düşmən əsgərinin yanına gətirdi və onlardan körpəsi üçün su istədi. Əvəzində isə Ömər ibn Sədin əmri ilə oxçu Hurmala ibn Kahil körpəni 3 şaxəli oxla vuraraq öldürdü. Və beləliklə Kərbəla hadisəsi çox dərin hüzünlə bütün yaddaşlarda qaldı. Bu Kərbəla hadisəsini əlbəttə ki, insanlar fərqli-fərqli dəyərləndirdi. Şiə məzhəbləri fərqli, sünni məzhəbləri fərqli. Ancaq həqiqətən də bu hadisə tarixin ən böyük hadisəsidir. İmamət və xilafət anlayışları. Sünnilər xilafəti siyasi bir vəzifə kimi qəbul edir və xəlifənin icma tərəfindən seçilməsini müdafiə edirlər. Şiələr imaməti ilahi təyin olunmuş bir vəzifə kimi qəbul edir və imamların məsum, yəni günahsız olduğuna inanırlar. Hər iki məzhəbin fiqh məktəbləri və hüquqi fərqliliklər. Sünnilər 4 əsas fiqh məktəbinə Hənəfi, Maliki, Şafi və Həmbəli tabi olurlar. Şiələr əsasən Cəfəri fiqh məktəbinə tabi olurlar. Bu hüquqi məktəblər arasında bəzi fərqliliklər olsa da, əsas prinsiplərdə ortaq cəhətlər mövcuddur. Bu tarixi ayrılıqlar İslam dünyasında müxtəlif məzhəblərin formalaşmasına səbəb olmuşdur. Bununla belə hər iki məzhəb İslamın əsas prinsiplərində Allahın birliyi, Məhəmmədin peyğəmbərliyi, Quran-ı Kərimin müqəddəsliyi və axirətə inamla razılaşırlar. Bu ortaq dəyərlər məzhəblər arasında dialoq və əməkdaşlıq üçün möhkəm bir əsas yaradır. Ümumiyyətlə İslamın gücü birliyimizdədir.
Şiə və sünni fərqli fihi baxışlara malik ola bilərik, amma eyni Allaha inanır, eyni Qurana sarılır, eyni Peyğəmbərin ümmətiyik. Bizləri ayıran fərqliliklərdən çox birləşdirən ortaq dəyərlərimiz var. Bu gün müsəlman dünyasının qarşılaşdığı çağırışlara yalnız birlik, qarşılıqlı hörmət və anlayışla cavab verə bilərik. Fərqliliklərimiz düşmənçilik səbəbi deyil, zənginliyimizdir. Gəlin məzhəb ayrılığına deyil, İslam qardaşlığına önəm verək. Hər birimizin duası, amal və arzusu eyni istiqamətə yönəlib. Haqq, ədalət və əmin-amanlıq. Bir olaq ki, güclü olaq. Sağ olun, salamat qalın.